xəstəmiz də əsas diz ağrılarından şikayət eləyir. Bütün xəstələrimizə dediyimiz kimi diz ağrıları zamanı təkcə elə ağrının kəsilməyinə yönəlik işlər yox, ağrını yaradan səbəbə qarşı hərəkətlər eləmək lazımdır, müalicə almaq lazımdır. Və bu cür oynaq ağrılarının da hələ ağır deformasiyalar olmazdan öncə birinci növbədə əzələ problemləri ola bilir. Əgər xəstə oturanda heç bir ağrısı yoxdursa, durub yeriyəndə ağrılar başlayırsa, burada oynağın deformasiyası ilə yanaşı xəstənin əzələlərinin gücü də önəmlidir. Çünki əzələ gücü olmayanda oynaq daha çox yüklənir, çəki daha çox oynağın üzərinə təzyiq göstərir və bunun nəticəsində də oynağın sonraki etapda artıq zədələnmələri, deformasiyaları prosesi sürətlənir. İndi bir dənə müayinələrinizi edək. Baxaq görək hansı dərəcədədir. Fasciyalar buradan çəkir. İliosakral oynaq bir tərəfdə işləmədiyinə görə sizdə ağırlıq mərkəzi də dəyişir və bunun ən gözəl çarəsi yerdə bu vəziyyətdə oturmaqdır. Söykənirsiniz harasa, yıxılmayasınız və dizlərin də üstündən ya özünüz itələyə bilərsiniz, ya da yük qoya bilərsiniz. Bir 3 kilo bir dizinizə, bir 3 kilo bir dizinizə və yaxud 5 kilo birinə, 5 kilo birinə. Biraz ağırlı olacaq, amma çox dəhşətli ağrı vermək olmaz. Yəni yükü elə nizamlayırsınız ki, sadəcə biraz ağrı versin, dartınma ağrısı kimi. Və buradan dartılacaq və gündə biraz da yavaş-yavaş ayaqlarınızı özünüzə tərəf çəkəcəksiniz və bu fasciyalar hər iki tərəfdən açılacaq. İliosakral oynağın ən gözəl açılış vəziyyəti bu vəziyyətdə olur. Nəinki indi, gələcəkdə belə o problemləriniz olmayacaq. Əvvəlcədən gələcəkdə baş verəcək onurğa problemini və oynaq problemlərini önləyirsiniz.